Salam. Tarix fənində bir çox mövzular var ki, biz bu mövzuları oxuyuruq, bizə sadə gəlir, amma onun içərisində elə xırda detallar var ki, mən bu detalları qızıl qayda adlandırıram. Bunlara biz diqqət yetirmirik və bizim nəzərimizdən qaçır. Və sabahlan testlərdə gördükdə biz onları düzgün tətbiq edə bilmirik. İstəyərdim ki, belə mövzulardan biri haqqında mən sizə danışam, məlumat verəm. Məsələn, Yunanıstan bölməsi. Yunanıstan bölməsi düzdür, bir çoxlarımız üçün ağır bir mövzu sayılır, amma ağır olsa belə təbii ki, onu ağırlaşdıran, onun içərisində olan bəzi incə detallar var. Biz bunlara diqqət yetirsək, əslində mövzu o qədər də ağır bir mövzu deyil. Deməli, başlayaq nədən? Yunanıstan bölməsində biz bilirik ki, daha çox Afina və Sparta şəhər dövlətlərindən danışırıq. Və daha çox biz testlərdə nəyə diqqət yetirməliyik? Əgər ümumilikdə Yunanıstandan sual düşərsə bizə, burada Afina və Sparta haqqında olan məlumatları biz yalnız və yalnız özlərinə məxsus şəkildə qeyd etməliyik. Misal üçün, deməli Spartadan danışırıq, bilirik ki, Sparta hərbiləşdirilmiş dövlətdir. Biz bunu bütün Yunanıstana şamil edə bilmərik. Deyə bilmərik ki, Yunanıstan hərbiləşdirilmiş dövlətdir və yaxud da Afina hərbiləşdirilmiş dövlətdir. Yəni bu hissə sırf Spartaya aiddir. Və yaxud da Solon islahatından danışılır, Periklon siyasətindən danışılır, Drakon qanunlarından danışılır, Tiraniya rejimindən danışılır və s. Yəni bunlardan bəhs olunursa, biz bu hissələr yalnız və yalnız şamil eləyəcəyik Afina şəhər dövlətinə. Yəni bütünlüklə biz Yunanıstan şamil edə bilmərik. Amma o zaman biz Yunanıstana şamil edə bilərik ki, Yunanıstana hər hansı bir dövlətlə müqayisə aparaq. Misal üçün, Roma ilə müqayisə aparaq, Misirlə, Azərbaycan dövlətlərinin hər hansısa birindən biz müqayisə etmiş olaq. Yəni o zaman biz orada baş vermiş bütün proseslər, istər Solon islahatı olsun, istər məsələn deməli Sparta ilə bağlı hər hansı bir tədbir olsun, yəni bunları biz bütünlüklə Yunanıstana şamil edə bilərik. Amma dediyim kimi, sırf Yunanıstanın özündən danışırıqsa, hər birini özünə məxsus şəkildə qeyd etmək daha çox məqsədə uyğundur. Və Afina şəhər dövlətində bir çox islahatlar var. Məsələn, Solon islahatları var, orada xalq yığıncağı var, orada Ağsaqqallar Şurası var, idarəetmə sistemi var və s. Burada bəzi məqamlar var, buna xüsusi olaraq diqqət yetirməliyik. Elə məqamlardan biri də xalq yığıncağıdır. Xalq yığıncağı məsələsi nədir? Və bir də orada vətəndaş termini var. İndi bu haqda mən məlumat vurğulayım və nəzərimizdə saxlayaq. Biz deyirik ki, Solon islahatından sonra, yəni eradan əvvəl 594-cü ildə Solon islahatı qəbul edilmişdir. Və bu islahatdan sonra Attikanın bütün yerli kişi sakinləri Afina vətəndaşı statusu aldı və bundan sonra da hətta vurğuluyor ki, bütün vətəndaşlar əmlakından asılı olmadan xalq yığıncağında iştirak etmək hüququ qazandı. Düzdürmü? Bəs yaxşı. O zaman ortaya sual çıxır. Eradan əvvəl 7-ci əsrdə bəs biz deyə bilərikmi ki, bütün vətəndaşlar xalq yığıncağında iştirak edə bilərdi? Mən bu sualı bir çox tələbələrimə, müdavilərimə verdikdə sual biraz çaşdırıcı gəlir və dərhal yox cavab verilir mənə. Amma biz unutmalı deyilik ki, eradan əvvəl 7-ci əsrdə axı vətəndaş statusu var idi və bu vətəndaş statusu da aristokratlara şamil olunmuşdu. Solon islahatında demoslara belə vətəndaş statusu verildi. Düzdürmü? Amma bundan qabaq da aristokratlar vətəndaş statusunu daşıyırdılar. Və deməli, eradan əvvəl 7-ci əsrdə belə biz deyə bilərik ki, bütün vətəndaşlar xalq yığıncağı, Afina xalq yığıncağında iştirak edə bilərdi. Yəni bütün əhali demirik ki, bütün Yunan əhalisi, bütün Afina əhalisi, bütün Afina kişi sakinləri demirik ki, bütün Afina vətəndaşlar deyə bilərik. Bəli. Çünki orada vətəndaşlıq statusu olduğu üçün və vətəndaşlıq statusu aristokratlarda olduğu üçün, deməli, aristokratlar xalq yığıncağında iştirak edirdilər. Zaten bu var idi və bütün vacib məqamlar da xalq yığıncağında icra olunurdu. Düzdür? Eradan əvvəl 594-cü il isə artıq vətəndaşlıq statusu alan demoslar belə xalq yığıncağında iştirak etmək hüququ əldə etmiş oldular. Ona görə də sual düşsə ki, eradan əvvəl 7-ci əsr və eradan əvvəl 6-cı əsr ortaq xüsusiyyətləri seçin və variantlar olsa ki, yazılsa ki, bütün vətəndaşlar xalq yığıncağında iştirak edə bilərdi, bəli, biz bunu düzgün cavab kimi götürəcəyik. Daha sonra xalq yığıncağının mövcudluğu eradan əvvəl 7-ci əsrdə də var, eradan əvvəl 6-cı əsrdə də var, 5-ci əsrdə də var, 4-də də var və s. Amma bir də var ki, xalq yığıncağının ali hakimiyyət orqanı olması. Bunu biz eradan əvvəl 7-ci əsrə şamil eləyə bilmərik. Bunu biz şamil eləyəcəyik eradan əvvəl 6-cı əsrin sonlarına. Heç, məsələn, Solon islahatı nəticəsində biz qeyd edə bilmərik ki, Solon islahatı nəticəsi olaraq xalq yığıncağı ali hakimiyyət orqanına çevrildi.
Xeyr, hələ də ali hakimiyyət orqanı deyildi. Bəs yaxşı, xalq incə nə zaman ali hakimiyyət orqanına çevrildi? Tiraniya rejimi devrildikdən sonra. Axı Solon islahatının nəticəsində tiraniya rejimi quruldu və tiraniya rejimi də eradan əvvəl 6-cı əsrin sonlarına qədər davam etdi. Sonra da baş vermiş üsyan nəticəsində bu rejim dağıldı. Bundan sonra xalq incə ali hakimiyyət orqanına çevrilmiş oldu. Yəni bunu da nəzərdə saxlayırıq ki, eradan əvvəl 7-ci əsrdə ali hakimiyyət orqanı olan xalq incə ifadəsi qəti formada işlədə bilmərik. Amma eradan əvvəl 6-cı əsrin sonları, eradan əvvəl 5-ci əsrdə, 4-cü əsrdə biz ali hakimiyyət orqanı olan xalq incə ifadəsini işlədə bilərik. Bu vacib məqamlardan biridir. Və ümumiyyətlə Solon islahatının nəticəsində bütün vətəndaşlar xalq yığıncağında iştirak edə bilərdi, əmlakından asılı olmayaraq. Yəni yoxsul vətəndaşlar belə xalq yığıncağında iştirak edə bilərdi. Amma biz orada deyə bilmərik ki, bütün demoslar, bütün kişi əhalisi, bütün Afina əhalisi, bütün Attika sakinləri və yaxud da bütün Yunan əhalisi, bütün Yunan vətəndaşları bu ifadəni işlədə bilmərik, bütün Yunan vətəndaşı ifadəsini işlədə bilmərik, diqqət yetirək. Nə qədər ki, Afina Yunan şəhər dövləti olsa belə, biz yalnız və yalnız bütün Afina vətəndaşları ifadəsini işlədəcəyik. Daha sonra eradan əvvəl 5-ci əsrdə ali hakimiyyət orqanı olan xalq yığıncağında 20 yaşına çatmış Afina vətəndaşları iştirak edə bilərdi. Düzdürmü? Amma 20 yaşına çatmış Afina əhalisi, Afina kişi sakinləri iştirak edə bilərdi ifadəsini işlədə bilmərik. Zaten vətəndaşlıq statusu həmin vaxtlarda kişilərə verilirdi və özü də kimlərə? Afina, Attikanın yerli kişi sakinləri olanlara verilirdi və Afina vətəndaş statusu alınırdı. Yəni bu məqamlara biz diqqət edirək ki, sabahların testlərdə bizi çaşdıra bilməsinlər. Daha sonra başqa bir məqam var. Yunan əhəməni müharibələrindən söhbət gedir. Eradan əvvəl 5-ci əsrin əvvəllərinə başlamış və eradan əvvəl 449-cu il isə başa çatmışdır. Düzdür? Amma burada bir məqam var. Burada nəyə diqqət edirəcəyik? Deməli, eradan əvvəl 479-cu ildə əvvəllər döyüşün adı yazılırdı. Platiya dəniz döyüşü. Bu döyüş nəticəsində məlumdur ki, ümumiyyətlə bütün dəniz döyüşlərində məlumdur ki, Yunanlar qalib gəlmişdir. Və həmin eradan əvvəl 479-cu ildə olan döyüşdə Yunanlar qalib gəlir və deyir, bununla da bütün o əhəməni qoşunları, əhəməni qüvvələri Yunan ərazisini tərk etmiş olurlar. Deməli, müharibənin sonuna qədər əhəməni qoşunları Yunan torpaqlarında qalmamışdılar. Yəni Yunan torpaqlarını tərk eləmişlər. İşğal etdiyi o ərazilərin hamısını tərk etmişdilər 479-da. Və bundan sonra 30 il müddətində hələ dəniz döyüşləri davam edir. Yəni eradan əvvəl 449-a qədər. Yəni baxmayaraq ki, əhəməni qüvvələri 479-da tərk etmişdi Yunanistan ərazisini. Amma 449-a qədər ümumi müharibə davam etmişdir və son nəticə yenə də Yunanlar qalib gəlmişdir. Daha sonra bir məqama diqqət edirik. Deməli, Yunan-İran müharibələr gedişatında, xüsusilə də dəniz döyüşləri gedişatında belə bir məlumat qeyd olunur ki, Yunan şəhər dövlətləri bir ittifaqda birləşdilər. Və bu ittifaqa da, yəni dəniz ittifaqı formalaşdırdılar və bu ittifaqa da Afina strategləri rəhbərlik etməyə başladı. Düzdürmü? Və Afina dəniz ittifaqı formalaşdı. Bu dəniz ittifaqı əslində eradan əvvəl 478-ci ildə yaranıb. Sadəcə dərsimizdə il olaraq bizdə qeyd olunmadığına görə biz il olaraq vurğulaya bilmirik. Amma bir şey nəzərimizdə saxlayaq ki, bu dəniz ittifaqına Sparta daxil deyildi. Spartanın da özünə məxsus ayrıca bir ittifaqı vardı. Çünki düzdür, bu Yunan-İran müharibələrində Sparta da mübarizə aparıb Əhəmənilərlə, Afina da mübarizə aparmışdı, amma daha çox rol oynayan Afina idi. Çünki ən çox Əhəmənilər Afinalılarla başlatmışdı müharibəni. Axı müharibənin səbəbləri olaraq biz deyirik ki, həm 1-ci Dara, həm vaxtda 1-ci Dara idi hakimiyyətdə. 1-ci Dara həm Yunanistanda, Kiçik Asiyada yeni ərazilər tutmaq istəyirdi və həmçinin tutduğu ərazilərdə əhali üsyan qaldıran zaman Afinalılar da bu üsyanlara yardım göstərdiyinə görə Afinalılar üzərinə qoşun yeridərək müharibəni başlatmışdılar. Düzdürmü? Deməli, daha çox bu müharibə Afinalılarla aparılmış bir müharibə hesab olunur. Amma bu o demək deyil ki, bu müharibə yalnızca Afinalılarla Əhəmənilər arasında olmuşdur. Xeyr. Təbii ki, orada biz Spartalılarla mübarizə apardıq. Məsələn, eradan əvvəl 480-ci ildə Fermopil döyüşündə Spartalılarla mübarizə apardığını deyirik. Hətta digər Yunan şəhər dövlətləri də mübarizə aparmışdılar. Amma Afina dəniz ittifaqının Sparta şəhər dövləti yox idi. Nə qədər ki, orada yazılsa belə
Yunan şəhər dövlətləri bir ittifaqda birləşmişdi. Əslində o cümləyə biraz düzəliş getməlidir. Bir çox Yunan şəhər dövləti ifadəsi olmalıdır. Yəni bütün Yunan şəhər dövlətləri o ittifaqda yox idi. Və bunu biz hansı məqamla sübut edə bilərik? Eradan əvvəl 431-404-cü illərdə Sparta ilə Afin arasında gedən mübarizədə. Çünki orada nə deyir? Bu mübarizədə deyir Sparta qalib gəlir və bununla da Afina dəniz ittifaqı sübut edir. Bu dəniz ittifaqı eradan əvvəl 404-cü ildə sübut etmiş oldu. Və bunun nəticəsində də Sparta ən böyük dəniz dövlətinə çevrildi. Düzdürmü? Çünki həmin dövrdə Sparta özünə məxsus dəniz ittifaqı vardı. Bu ittifaq Sparta ittifaqı və ya da Peloponnes ittifaqı adlanır. Zaten eradan əvvəl 431-404-cü illərdə baş vermiş müharibə Peloponnes müharibəsi kimi tarixə daxil olmuşdur. Yəni bunu da nəzərdə saxlayaq. Ondan sonra bir məqam var. Deməli, Makedoniya imperiyasına bağlı bir məqam var. Əgər Makedoniya imperiyası ifadəsi işlədilərsə, biz yalnız və yalnız bu ifadəni Makedoniyalı İskəndərin dövründən götürəcəyik. Yəni, İskəndər hakimiyyətə gələnə qədər baş vermiş proseslərdə biz Makedoniya imperiyası ifadəsi işlədə bilmərik. İskəndər hakimiyyətə gəlir, işğalçı yürüşlərə başlayır və ondan sonra dövlət böyük bir imperiyaya çevrilmiş olur. Bunu da nəzərimizdə saxlayaq. Daha sonra 6-cı əsr Azərbaycan tarixində belə bir yeriniş var. Normalda biz həmişə Makedoniyalı İskəndərin ölümündən sonra onun yaratdığı imperiyanın parçalandığını vurğuluyoruz. Düzdürmü? Amma indi nə yazılır? 6-cı əsr Azərbaycan tarix dərsində qeyd olunur ki, Makedoniyalı İskəndərdən sonra, ölümündən sonra hakimiyyəti davam etdirən Perdikka olur. Və Perdikkinin ölümündən sonra İskəndər imperiyası parçalanır. Yəni, son dərsiyə nəzərən biz bu ifadəni düzgün qəbul edəcəyik. Çünki faktiki dərsliyimizdə var. Deməli, Makedoniya imperiyasının parçalanmasını biz götürəcəyik eradan əvvəl 321-ci il Perdikkinin ölümü ilə. Bu imperiyanın parçalanması nəticəsində hansı dövlətlər formalaşmışdı? Misir padşahlığı, Makedoniya padşahlığı və həmçinin Suriya və yaxud da Selevkilər padşahlığı formalaşmışdı. Daha sonra belə bir məlumat var. Deməli, Sparta şəhər dövlətində vurğulanır ki, Sparta şəhər dövləti hərbiləşdirilmiş bir dövlət idi və burada əhaliyə xaricə getmək qadağan olunmuşdu. Düzdür? Yəni, ölkədən kənara çıxa bilməzdilər. Bəli, belə götürülürsə normal qəbul olunur. Amma orada bir istisna halı var ki, yalnız hərbi məsələlər istisna olmaqla. Burada amma belə bir məqam var ki, buna diqqət etməliyik. Misal üçün, testdə yaza bilərlər ki, Spartada xaricə getmək qadağan edilmişdi əhaliyə. Hərbiləşdirilmiş dövlət idi çünki Sparta şəhər dövləti. Bu cümləni biz düzgün qəbul etməyəcəyik. Niyə görə? Oradakı o istisnaya diqqət etməliyik. Yəni, o cümlə mütləq şəkildə belə olmalı idi. Spartada hərbi məsələlər istisna olmaqla əhaliyə xaricə getmək qadağan edilmişdi. Yəni, bu məqam, bu istisna sözü mütləq şəkildə orada vurğulanmalıdır. Vurğulanmırsa əgər, o cümlə düzgün bir cümlə sayılmaz. Belə bir məlumat daha var. Deməli, test suallarında düşə bilər ki, istər Makedoniya-Yunan müharibəsində, istərsə də Yunan-İran müharibəsində bütün Yunan vətəndaşları, bütün Yunanistan şəhər dövlətləri olsun, yəni fərq etmir, hər biri ümumi düşmənə qarşı vahid bir cəbhədə birləşmişdilər. Əlbəttə ki, biz bu cümləni düzgün götürə bilmərik. Bəli, Yunan Əhəməni müharibəsində vahid bir cəbhə var idi ümumi düşmənə qarşı. Hətta deməli o dəniz ittifaqını belə formalaşdırmışdılar. Düzdür, hər biri olmasa da, amma dəniz ittifaqı formalaşdırılmışdı. Orada vahid bir birlik var idi, mövcud idi. Amma ki, Makedoniyalara qarşı mübarizədə vahid birlik olmamışdı. Buna diqqət edirik, çünki orada bir xəyanət də var idi. Ona görə də Makedoniyalılar uğur qazanmışdı, amma Yunan-İran müharibələrində Əhəmənilər uğur qazana bilməmişdilər. Yunanlılar qalib gəlmişdilər.